Kuprumu artıq miqdarda H2, H2, NH3, NH3, CO ilə kifayət qədər mis oksid artıq miqdarı. Deməli, mis oksidi H2, NH3 və CO ilə kifayət qədər közərdirir. Alınan bərk nümunələrin kütlələri bərabər olarsa, götürülən mis oksidin kütlələrini müqayisə edin. Deməli, biz kuprumonun hər üçünə reaksiyasını yazacağıq. Kuprumo plus H2 alınır. Kuprum plus H2O. Sonra bunu buradan pozaq. Yenə kuprumo yazaq çünki. Buradan yazaq. Kuprum O plus NH3. Bu zaman kuprum plus azotun alınma reaksiyası plus su. Sonra üçüncünü yazaq. Kuprum O plus CO. Pirometallurgiya su. Kuprum plus CO2. İndi deyir ki, alınan bərk nümunələrin kütlələri bərabər olarsa, burada bərk nümunə misdir axırıncı reaksiyada. Burada da bərk nümunə misdir. Burada da bərk nümunə misdir. Deməli, hər ikisini əmsallaşdırmamışıq düzü. Əmsallaşdırım, qoy. Birinci reaksiyada əmsallar 1-in 1-ədir. İkinci reaksiyada əmsallar 1-in 1-ə deyil. Azotun sayına görə bura 2 yazıram, yazdım. Hidrogen 2 vur 3 eləyir 6, ona görə 3 yazdım bura. Bura 3 yazdığım üçün oksigen sayı 3 olur və ona görə də kuprumun qalanına da 3 yazıram. Oksigen bərabərləşdirmək üçün yazdım. Burada da əmsallar 1-in 1-ədir. Deməli, bir dənə fərq buradadır. 3 dənə misdə. Deməli, əgər götürülən yəni alınan bərk nümunələrin kütlələri bərabərdirsə, burada 1 moldur. Burada birinci və üçüncü reaksiyada 1 moldursa, deməli, buradan da 1 mol alınıb. Deməli, 1 molda mis götürülüb. Və bu zamanda elə yenə də götürülən misin də kütlələri bərabər olacaqdır. Yəni, cavab B variantı olacaq. Çünki məntiqən baxıram ki, mənim 3 mol gibi 3 mol alınıbsa, deməli, bunu da 1 mol almağım üçün bu da 1 mol götürməliyəm. Başa düşdünüz?